Deməli, gəlmişik bizim dostumuz, qardaşımız olan Mübarizin yerinə. Mübariz, xeyirli uğurlu olsun Mübariz. Necəsən? Təbrik edirəm. Həmişə sən gələsən. Çox sağ ol. Bilirsiniz ki, mən indiyə kimi heç bir obyektə gedib çəkiliş eləməmişəm. Birinci ilk dəfədir ki, reklam da eləmirəm. Öz qardaşımın yerinə gəlmişəm. Sağ ol. Mübariz bizim ən yaxın dostlarımızdan biridir. Yetərincə Azərbaycanda tanınmış nüfuzlu bir şəxsdir. Qardaşımızın öz sənətinə əlavə olaraq belə bir gözəl obyekt açıb. Bu Azərbaycanda mən deyərəm ki, nömrə 1 olan və burada düzülən maşınların da hamısı bura nəyə gəlib? Bağışda. Bura gəliblər Ximçiskiya. Mübariz, özün danış. Burada nə işlər görüləcək? Bizim cəmaət, vətəndaşlar. Bax, bura bu zonanın cəmaatı. Buradan nə kimi faydalanır? Qoy sənə mən bir söz deyim. Buyur, de. Hərənin öz sənəti var, Turan. Bəli. Bu sənətdə də mənim dostum, qardaşım orada işləyir. Özü illərdir tanıyıram. Mən illərdir maşınımı ona Ximçiskiya elətdirirəm. Bəli, Ümid qardaşımdır. Ya yaxınlaşıq, o bilir də, bu moykanı işlədən odur. Ona yaxınlaşaq. Ümid gəl bura. Gəlsin. Ümid gəl bura. Burada Ximçiskiya işləridir. Ximçiskiya işləridir. Hamısını Ümid deyəcək. Salam aleyküm qardaş. Hə, Ümid deyəcək. Şamaxılı balasıdır. Mən yerimsən, mən də Göyçaylıyam. Ümiddə görün burada nə işlər görürsünüz. Burada hər cür, yəni Ximçiskamız var, farla maşınların yuyulmasıdır, keyfiyyət dərmanlardır, yəni nanofiltrimiz var. Göstərə bilərsən onlar? Bəli. Yox. Bunlar təzə başlayıb bu Ximçiskiyadır. Arxada Ximçiskiyadır. Paylaşıq yoxdur sizdə? Yox, hələ yox. Birinci maşında Ximçiskiya gəlir. Bəli. İkinci maşında. Bəli. Xeyirli uğurlu olsun. Bu da Moykiyə gəlir. Bəli. Hansı dərmanlardan istifadə edirsən? Göstərə bilərsən? Bizim hal-hazırda maşın yuyulan bunlardır, qırasın dərmanı. Bəli. Yulandan sonra yağışla yağış yox, bu maşın öz dərmanıdır. Qırmızı birinci öz maşın yuyulması dərmanı. Bəli. Bundan yuyulandan sonra maşın təzədən yağışda su saxlamamaq üçün nanofiltr dərmanımız var. Qış aylarında qış gəlir. Yağışda yağış yağır, pəncərədə kəsi qalır. Bəli. Sonra yəni maşın üçün salon üçün var. Bunlar da salonda. Bəli, salon üçün sütü var. Ətir var. Mikrofon zəhmət olmasa. İdeal bir moyka, ideal bir təmizlik, ideal bir Ximçiskiya istəyirsinizsə, Mübariz qardaşımızın öz obyektidir. Ərazini təqdim eləyin. Ünvan demədik. Sən ünvanı dəqiq denə. Sən mənim qaqamsan da. Demək, Masazının kuruğunda Araz market var. Onu hamı tanıyır. Masazına girəndə Araz hamı tanıyır. Onun yanından sağa dönürsən, Çıraqlılar məhəlləsi deyirlər bura. Bəli. Hə, Çıraqlılar məhəlləsinə böyle düm və düz qalxanda solda Al marketi, sağda da Saboyunun moykası. Saboyunun moykası. Oğlumun adını açmışam bəli. Allah saxlasın, maşallah olsun. Videonun altından ünvanı ora qeyd eləyəcəm. Qardaş, xeyirli uğurlu olsun. Allah səbəbindən yaxşı nəsib eləsin. Gələn ayaqlarım var. Sağ ol, var ol. Xeyirli uğurlu olsun. Amma müştəriləri çox kimi tez yola salın. Xahiş edirəm. Sağ olun.